AB yazaq burada. Burada da yazaq B kvadratı A. Bunu belə yazaq. Burada da yazaq AB. Aşağıda yazaq 4B'nin kvadratı A. Hə. 8 ilə 4 getdi. Qaldı burada 2. A ilə A getdi. B'nin biri ilə də B bütöv getdi. Ya, qaldı nə? 2 bölünsün B. Bərabərdir 2 bölünsün B. Bunlar ekvivalent oldu mu? Oldu. Çünki sonda mən bunu özümlə yazdım deyə biraz düzəliş elədim. Kitabda elə verir ki, orada düzəliş eləməyə ehtiyac olmur. Bu da belə. Gəldik üçüncü mövzumuza. Üçüncü mövzumuz odur ki, rasional cəbri kəsirlərin ixtisarı. Elə bu getdiyimizlə eyni qaydadadır. Məsələn, deyək ki, 2x kvadratı üstəgəl 4x. Bu nisbət olur 2x kvadratı ilə. İxtisarı deyəndə nə düşünərik? Aşağı siniflərdən bilirik. Buradan, yuxarıdan mötərizənin xaricinə nə çıxacaq? 2x. Qalacaq nə? X üstəgəl 2. Düzdürmü? Yuxarıda. 2. Aşağıda da qalacaq 2x-in kvadratı. Bu da bərabərdir. 2 ilə 2 getdi. X ilə bu x-in üstü getdi. Qaldı nə? X üstəgəl 2. Aşağıda da x. İxtisar olundu bu. Aydındır. Bir dənə də başqasını yazıram. Məsələn, deyək ki, adi ixtisardır da sanki. 1 çıxılsın y, aşağıdan da yazıram. Y kvadratı çıx 1. Bərabərdir. Yuxarıda yazıram 1 çıxılsın y, aşağıda da yazıram. Bunu necə açılış kimi, müxtəsər vurma düsturlarını keçmişik. Y çıx 1, y üstə gəl 1. Düzdürmü? Parçaladıq, vurğulara ayırdıq. İndi yuxarıda 1 çıx y, burada mənfi müsbətə fikir vermək lazımdır. Bax, burada 1 çıx y-dir, burada y çıx 1-dir. Bax, yuxarıdakı bu var, bunun yerini dəyişirəm. Yazıram mənfi y çıxılsın 1. Belə yazıram. Niyə görə? Çünki yerin dəyişəndə mənfi mötərizənin qarşısında olur. Və sonda vuranda bu verməlidir bizə. Mənfi y-i vuranda, mənfini vuranda y, eləcə mənfi y, mənfini vuranda mənfi 1, eləcə müsbət 1. Aşağıda da yazıram y çıx 1, y üstə gəl 1. Bərabərdir. İndi y çıx 1 ilə y çıx 1 getdi. Nə qaldı? Mənfi 1 bölünsün, y üstə gəl 1. Cavabımız bu. Aydındır. İxtisar odur. Sadəcə, yəni adi ixtisar bildiyimiz ixtisar. Sadəcə cəbri kəsirlərin ixtisarıdır. Yəni yuxarıda da bir ifadədir, aşağıda da bir ifadədir və onların hər birini ixtisar edirik. Digər mövzunu da keçmirəm. 3 dənə mövzu keçdim. Digər mövzunu da növbəti dəfə keçərəm. Sualı olan var, başa düşməyən hissə, sualı olan hissə. Səriyə, sualın varmı? Aydın. Tamam o zaman. Dərsimiz bu qədər. Aylin, dayandıra bilərsən.